Uverturalar. Beethoven'in demək olar ki, bütün uverturaları operaya, baletə və teatr pyeslərinə yazılan giriş kimi dramatik niyyətlərlə və layihələrlə əlaqədar yaranırdı. Gluck, Mozart, Cherubini'nin opera uverturaları Beethoven üçün başlanğıc nöqtə idi. 18-ci əsr bəstəkarlarının səhnə əsərlərində uverturanın təyinatı əsasən tamaşaçı diqqətini toplayaraq onu müəyyən tərzdə istiqamətləndirmək, musiqili dramatik hadisələrin mənimsənilməsinə hazırlanmaqdan ibarət idi. Beethoven musiqi yaradıcılığının yeni janrının bir hissəli proqramlı simfonik pyesin əsasını qoymuşdu. Beethovenin 11 uverturasından ən məşhurları Coriolan, Leonora və Egmont uverturalarıdır. Egmont uverturası ideya baxımından 5 və 9-cu simfoniyaya yaxındır. Beethoven 11 uvertura yazmışdı. İlk uvertura olan Prometey məxluqları 1801-ci ildə 1-ci simfoniyadan sonra, sonuncu Evin müqəddəsliyi isə 9-cu simfoniyadan dərhal əvvəl yazılmışdı. Beethovenin bütün uverturaları müxtəlif teatr janrları ilə bağlıdır. Bunlardan biri Prometey məxluqları baletinin girişidir. 4-ü Leonora operası üçün nəzərdə tutulmuşdu. 4 isə Viyana və Pest teatrlarında dramatik tamaşalar üçün yazılmışdı. Galinin Coriolan faciəsi, Holçenin Egmont faciəsi, Kotzeb'nin Kral Steven və Afina'nın Xarabalıqları pyesləri. Leonora uverturası. Leonora operası Fransa inqilabından qalma gerçək bir hadisəyə əsaslanır. 1793-cü ildə o zaman Turun komissarı olan dramaturq Jean-Nicolas Birli onun azad edilməsi üçün qəhrəmancasına mübarizə aparan məhbusun arvadına dəstək verərək terror qurbanını xilas etməyə kömək etdi. 5 il sonra Parisdə Gavonun 17-ci əsrdə İspaniyada cərəyan edən Evlilik məhəbbəti operası səhnəyə qoyuldu. 1804-cü ildə eyni librettonun İtalyan dilinə tərcüməsi əsasında Perrin Leonora əsəri Dresdendə səhnəyə qoyuldu. Elə həmin il Viyana teatrının rəhbərliyi Beethovenə Birlinin librettosunun Evlilik məhəbbəti və ya Leonora adlı alman versiyasını təklif etdi. Onu 1804-cü ildən Viyana İmperator teatrlarının idarə heyətinin katibi vəzifəsində çalışmış, Avstriya yazıçısı və hüquqşünası Joseph Sonnleitner bəstələyir. 1805-ci ildə Beethoven Leonora operasını tamamlamışdı. Onun üçün 2 uvertura yazdı. Cəmi 3 tamaşadan sonra opera geri götürüldü və növbəti ilin əvvəlində bəstəkar onu yenidən işlədi. Beethovenin uşaqlıq dostu Stefan librettoda ixtisar və dəyişikliklər etdi. Yəni 3-cü uvertura tələsik bəstələnmişdir. Onun premyerası 1806-cı il martın 29-da Viyanada Ignaz Sefridin rəhbərliyi altında tamaşaya qoyuldu. Cəmi 2 tamaşadan sonra opera repertuardan çıxarıldı və sonradan bu uvertura ifa olunmadı. Leonora operasının musiqisi. Yavaş giriş qəhrəmanın həbsxanada ləngidiyini təsvir edir. İniltili, ah-nalələr, ümidsizlik nidaları eşidilir. Florestanın ariyasının mövzusunu intonasiya edən klarnet və fagotların zərif melodiyası təzad yaradır. O, gəncliyin və sevginin parlaq günlərini xatırladır. Əsas sürətli bölmənin qəhrəmanlıq, inadla yüksələn mövzusu operada rast gəlinmir. Təbii olaraq Leonora ilə bağlı idi. Skripka və violonçellərin səssiz səslərindən başlayaraq o sürətlə genişlənir və tuttini güclü şəkildə elan edir. Onun ardınca Florestanın melodiyasının əks-sədaları eşidilmiş lirik, zərif mövzu gəlir. Fleyta və skripka ilə oktavalarda təqdim olunan bu nəhayət yenidən birləşən evli cütlüyün ahəngdar oxuması kimi qəbul edilir. Əsas müsbət personajların bu ekspozisiyasından sonra onların xarakterik musiqi mövzularının qəhrəmanlıq və lirik dramatik toqquşması yeniləri ilə başlayır, əvəz olunur. İlk növbədə orkestrin başlarında eşidilən fırtınalı, qəzəbli və cəld keçidlər hiss olunur.
O, Pizarro'nun intiqam ariyasından götürülüb. Uverturanın kulminasiya nöqtəsi bütün operada olduğu kimi 2 dəfə təkrarlanan səhnədən kənar truba solu, ardınca isə taxta nəfəsli alətlərdə əzəmətli xora keçidi ilə təsvir olunur. Başlanğıcda olduğu kimi buna lirik mövzu cavab verir. Sevinç artır, temp sürətlənir. Operanın finalında olduğu kimi xorun azadlığı, nigah sədaqətini və Leonora'nın qəhrəmanlığını tərənnüm etdiyi kimi ümumbəşəri sevinç mənzərəsi yaranır. Beethoven'in uverturaları arasında Egmont ən məşhur 3 uverturadan biridir. Onun ideyası 5-ci və 9-cu simfoniyaya Egmont, dahi Alman şairi Goethe tərəfindən yaradılmış faciədir. Bu faciənin məzmunu 16-cı əsrə aiddir. Burada İspanların əsarəti altında olan Niderland xalqının mübarizəsi öz əksini tapmışdır. Xalqın mübarizəsinə igid qraf Egmont da qoşulmuşdu. Egmont bu mübarizədə rəhbər rolunda idi. Egmontun vəfat etməsinə baxmayaraq xalq öz mübarizəsini davam etdirir və bu mübarizə 1576-cı ildə qələbə ilə tamamlanır. Beethoven bu mövzu ilə əlaqədar 9 musiqi yazmışdır. Bu musiqilərdən birincisi də Egmont uverturasıdır. Beethoven bu əsərdə faciəni qısa şəkildə təqdim etmişdir. Beethovenin bu əsəri teatr tamaşasına olan giriş deyildir. Bu əsər müstəqil instrumental dramdır. Uvertura öz parlaq teatrlılığı və obrazların konkretliyi ilə fərqlənir. Əsər bir hissəlidir. Uvertura ağır tərzli giriş ilə başlanır. Birinci mövzu hökümlü, ağır və kədərlidir. O, İspan qəsbkarlığını səciyyələndirir. Mövzunun səciyyəvi ritmi, onun ağır tempi qədim İspan rəqsi sarabandanı xatırladır. İkinci mövzu şikayət xarakterindədir. Bu mövzunun ifasına əvvəl qaboy başlayır. Mövzunun əsasını ifadəli sekund intonasiyası təşkil edir. Bu intonasiya mövzuya şikayət, qəm xarakteri aşılayır. Həmin mövzunun əsarətdə olan Niderland xalqının mövzusu sayırlar. Uvertura sonata allegrosu formasında bəstələnmişdi. İradəli xarakterdə olan baş mövzu fa minordadır. O, violonçellərin və digər alətlərin aşağı registrində ifa ilə başlanır. Sonradan onlara orkestrin başqa musiqi alətləri də qoşulur. Əvvəl mövzu çox da qüvvəli səslənmir. Onun səslənmə dərəcəsi və enerjisi tədricən artır. Köməkçi mövzu girişin hər iki mövzusunun əsas xüsusiyyətlərini özündə cəmləşdirir. Onun başlanğıcı ля bemol majorda şərh olunur. Mövzu qətiyyətlə, əzəmətlə, qüdrətlə səslənir. Ağac musiqi alətlərində səslənən mövzunun ikinci hissəsi bizə girişin ikinci mövzusunu xatırladır. Bütün ekspozisiya mərd xarakterli tamamlayıcı mövzu ilə bitir. İşlənmə bölməsi kiçikdir. Burada mübarizənin müxtəlif mərhələləri təsvir olunur. Repriza yenidən dinləyici mübarizə lövhəsini xatırladır. Bu mübarizədə Egmont həlak olur. Repriza sakit və qəmgin səslənən akordlarla tamamlanır. Koda yaxınlaşan kütlənin uğultusu ilə başlanır. Getdikcə gürültü çoxalır. Dinləyicidə böyük insan kütləsinin yaxınlaşması təsəvvürü yaranır. Trube və valturna alətlərinin çağırış nidaları kütləvi yürüş musiqi sədalarını canlandırır. Beethoven xalqın qələbəsinə inanır. Minorda başlanan uvertura majorda bitir.